Salam uşaqlar, gəlin sizin üçün bugün hədəf kvizlərinin termodinamikanın əsasları mövzusuna aid suallarını izah edim. Başlayaq birinci sualımızdan. Nə deyir bizim üçün? Deyir ki, iş görülmədən cismin daxili enerjisinin dəyişməsi adlanır. Biz bilirik ki, daxili enerjini iki üsulla dəyişmək olar. Bir iş görməklə, bir də istilik verməklə. İndi iş görülməsin qeyd edirsə, cavabımız təbii ki, nə olacaq? Y variantı, istilik vermə. İndi keçək ikinci sualımıza. İkinci sualda nə deyir bizim üçün? Newton vur metr bölünsün kilogram vur Kelvin hansı fiziki kəmiyyətin vahididir? Biz bilirik ki, Newton vur metr bizə nəyi verir? Joule. Gətirib tez dərhal yazdıq. Oldu nə? Joule bölünsün Kelvin vurulsun kilogram. Joule nə idi? Bütün işlərin, bütün enerjilərin, həmçinin istilik miqdarının nə idi? Vahidi idi. İndi gətirib burada istilik miqdarı yazırıq. Bir digər tərəfdən Kelvin nədir? Temperaturun vahididir. Gətirdik temperatur yazdıq. Kilogram nəyin vahididir? Kütlənin. Kütlənin də gətirdik nəynədir? Yenə kilogramın əvəzində qeyd etdik. İndi uşaqlar, bu bizə nəyin düsturunu verirdi? Bu təbii ki, bizə xüsusi istilik tutumunun ifadəsini, yəni düsturunu verirdi. Çünki biz bilirik ki, Q bərabər idi nəyə? Cm delta T'yə. Buradan xüsusi istilik tutumunu tapdıqda nə olurdu? Q bölünsün M delta T. O da təbii ki, Joule bölünsün kilogram vur Kelvin, yaxud Newton vur metr bölünsün kilogram vur Kelvin verirdi. Xüsusi istilik tutumu da hansı variantda verilib bizim üçün? V variantında. Keçək baxaq indi üçüncü sualımıza. Üçüncü sualda nə deyir bizim üçün? 2U bölünsün 3P nəyin deməli düsturudur. İndi uşaqlar, biz bilirik ki, təzyiqin, həmçinin bir digər tərəfdən daxili enerjinin iştirak etdiyi düstur nə idi? U bərabər idi. 2-də 3 PV. İndi baxıram, bizim tənliyimizdə, yaxud bizim düsturumuzda nə verilib bizim üçün? Daxili enerji var, təzyiq var, 2-də 3 var. Olmayan nədir? Sadəcə həcm. İndi buradan həcmi tapaq. Təbii ki, həcmi buradan tapdıqda olur nə? 2U bölünsün 3P. Bunda deməli, bu nəyin ifadəsiymiş? Həcmin, yəni C variantı. Keçək indi baxaq dördüncü sualımıza. Dördüncü sualda nə deyil? Verilmiş kütləli ideal qazın izobar soyması zamanı izobar prosesdə nə sabitdir? Təzyiq. Soyma deyirsə nə dəyişir? Temperatur. Necə dəyişir özdə? Azalır. İndi bu zaman sıxlıq və daxili enerji necə dəyişir? Uşaqlar, əgər temperatur azalırsa, biz bilirik ki, temperatur, daxili enerji, kinetik enerji, sürət, bunlar eyni qanunla dəyişən kəmiyyətlər idi. Təbii ki, daxili enerji nə edəcək? Azalacaq. Və sıxlıq uşaqlar, sıxlığı gəlin yazaq. PVT şəklində ideal qazın hal tənliyini tez dərhal yazdıq. İndi bizə nə deyir? İzobar proses. Təzyiq sabitdir. Həmçinin temperatur neynədir? Azaldı. Təzyiqin sabit qiymətində temperatur azalanda həcmdə neynəyəcək? Azalacaq. İndi rho bərabərdir. M böl V-yə görə əgər həcm azalırsa, sıxlıqdan həcm necə asılıdır? Tərs asılı. Sıxlıq neynəyəcək? Təbii ki, artacaq. O da deməli, sıxlıq artar, daxili enerji azalar. Hansı variantda verilib bizim üçün? D variantında. 4-də də cavabımız nə olacaq elə? D variantı. Keçək baxaq indi 5-ci sualımıza. 5-ci sualda nə deyir bizim üçün? Verilmiş kütləli ideal qazın daxili enerjisinin onun üzərində xarici qüvvələrin gördüyü işdən asılılıq qrafiki hansıdır? İndi uşaqlar, qrafikdə baxırıq bizə istilik miqdarı verib, həmçinin iş verib, mötərizədə də Q-nun 0 olduğunu qeyd edib. İndi, daha doğrusu qrafikdə daxili enerji vermişdir. Daxili enerji, iş və Q-nun da 0 olduğunu qeyd edir. Bu üçünün birgə iştirak etdiyi düstur nə idi? Təbii ki, termodinamikanın birinci qanunu. Daxili enerjinin dəyişməsi qazın işi ilə, həmçinin yaxud xarici qüvvənin işi ilə istilik miqdarının nə idi? Cəminə bərabərdir. Xarici qüvvənin işində Q plus A idi. Amma qazın işi qeyd etdikdə nə yazmışdıq? Q minus A iştirak. İndi burada xarici qüvvələrin işindən söhbət getdiyi üçün elə müsbətində də saxladıq. Yenə qeyd edirəm, qazın işindən söhbət getsə, onda Q minus A iştirak yazacaq. Məsələnin şərtində istilik miqdarının 0 olduğunu qeyd edir. Deməli, U çıxılsın. U 0 bərabərdir A-ya, çünki biz bilirik, dəyişmə fizikada sondan başlanğıcın çıxılmasıdır. Buradan da təbii ki, daxili enerjini, yəni onu tapdıqda oldu nə? U 0 plus A-ya. Deməli, daxili enerji ilə iş necə asılıdır? Düz asılı, çünki hər ikisi sürətdədir. Hansı qiymətdən başlamaqla? Daxili enerjinin başlanğıc qiymətindən başlamaqla. O da bizə hansı variantda verilib? A variantında gördüyünüz kimi. Ona görə 5-ci sualda ilə cavabımız nədir? A variantı. İndi uşaqlar, A-nın qarşısındakı işarə müsbətdir axı. Mənfi olsaydı C variantına götürərdiniz. Azalma nüansı olardı. Müsbət nə deməkdir? Artma. Ona görə yenə qeyd edirəm. Cavabımız nə olacaq elə? Düz asılıdır. Özü də artma istiqamətində. Yəni A variantı. İndi uşaqlar, gəlin 6-cı sualımıza baxaq. Nə deyir bizə? Deyir ki, temperatur 25 dərəcə olan 10 litr su ilə 85 dərəcə temperaturla 5 litr su qarışdırılır. Qarışığın son temperaturunu hesablayın. Gördüyünüz kimi, hər iki maye nədir? Eynidir. Mayələr eyni olanda qarışığın son temperaturunun düsturu nə idi? Təbii ki, teta bərabər idi.
M1 T1 plus M2 T2 bölünsün M1 plus M2'ye. Biz bilirik ki əgər qarşılıqlar da müxtəlif olarsa, onda C1 M1 T1 plus C2 M2 T2 bölünsün C1 M1 plus C2 M2 şəklində düsturumuzu yazarıq. İndi qarşılıqlarımız eynidir, hər ikisi sudur. Ona görə xüsusi istilik tutumları təbii ki nə olacaq? Eyni olacaq. İndi məsələnin şərtində mənə temperaturu verib, mənə kütlə veribmi? Xeyr, verməyib. Mənə nə verib? Həcm verib. Bir digər tərəfdən maddənin növünü də qeyd edib, sıxlıq nə olacaq su üçün? Təbii ki, biz bilirik ki, 10 üstü müsbət 3. İndi gətirməsində bunu burada verməli idi, bizə qeyd eləməyibdi. Sadəcə biz nə edirik? Yenə də özümüz hesablamalıyıq. Çünki düsturda bizə həcm kimi qeyd etmir. Düsturda bizə kütlə kimi qeyd edir. Biz bilirik ki, kütlənin də həcmdən olan düsturu nə idi? M1 bərabərdir, rho V1 şəklində yazdım. Yenə qeyd edirəm, suyun sıxlığı 10 üstü müsbət 3'dür. Həcmi verib birinci üçün neçə? 10 litr. Biz də bilirik ki, fizikada həcm vahidi metr kubudur. Litr deyil. 1 litr də 10 üstü mənfi 3 metrin kubuna bərabər idi. 10 üstü müsbət 3'dən mənfi 3 getdi. Elə birinci üçün kütləmiz nədir? 10 kiloqram. Keçdik ikinci üçün yazmağa. Yenə rho V2 sudur. Suyun sıxlığı 10 üstü müsbət 3. Həcmini neçə verib? 5 litr, yəni 5 vur 10 üstü mənfi 3. Burada cavab nə qalacaq? Elə 5 kiloqram kimi. Gətirib bütün qiymətləri yerinə qoyub hesablayaq. M1'imiz neçədir? 10 kiloqram. T1'imiz neçə idi? 25. Plus M2'miz 5'dir. Hesabladıq, tapdıq. T2 neçə idi? 85. Bölünsün deməli 10 plus 5 şəklində qaldı. İndi 250. Bir digər tərəfdən 85'i də 5'ə vuranda 80'i 5'ə 400. 5'i də 5'ə vurduqda 25 eləyəcək. Yəni 425 bölünsün nəyə? 15'ə. İndi uşaqlar buradan da hesablayanda 425'dən 250'ni cəmləsək 675. 675'i də 15'ə böldükdə 4 dəfə eləyəcək. 75'də də 15 5 dəfə eləyir. Elə cavabımız nədir? 45 dərəcə. Yəni Y variantı. İndi gəlin keçək baxaq 7-ci sualımıza. 7-ci sualda nə deyir bizim üçün? Diqqət edək. Deyir ki, hansı fiziki kəmiyyət ədədi qiymətçi alfa bucağının tangensinə bərabərdir? Uşaqlar, tangens nə idi? Ordinatın absisə nisbətdir. Ordinat oxunun yerində duran kəmiyyət hansıdır? Q. Absis oxunun yerində duran kəmiyyət nədir? Delta T. Bu da təbii ki, bizə nəyi verdi uşaqlar? İstilik tutumunun düsturunu, S-ni, xüsusi istilik tutumu xeyr. İstilik tutumu böyük S idi, xüsusi istilik tutumu kiçik S. Çünki biz bilirik ki, Q bərabər idi. Sm delta T. Bu Sm bizə nəyi verirdi uşaqlar? İstilik tutumunu, S-ni. Düstur hansı formaya düşürdü? S delta T şəklində və qeyd etmişdik ki, kiçik delta T ilə böyük delta T eyni nüansdır. Heç bir fərqi yoxdur. Çünki Celsius şkalasında da, Kelvin şkalasında da bölgülərin sayı bir-birinə bərabərdir. Hər ikisində 100'dür. Ona görə o dəyişmə hər ikisi üçün nədir? Eynidir. Heç bir fərqi yoxdur. Necə yazılır, yazılsın. İndi buradan da təbii ki, S-ni tapanda nə oldu? Gördüyünüz kimi Q delta T. Deməli, tangens alfa nəyə bərabər imiş? İstilik tutumuna, yəni Y variantına. Keçək indi baxaq neçənci sualımıza? 8-ci suala. 8-ci sualda nə deyir bizim üçün? Baxaq, izobar prosesdə bir atomlu ideal qaza verilən istilik miqdarının hansı hissəsi işin görülməsinə sərf olunur? İzobar prosesdə təzyiq nə idi? Sabit idi. Termodinamikanın birinci qanunu necə yazılırdı? Delta U plus A iştirak şəklində. İndi biz qeyd etmişdik ki, daxili enerjinin dəyişməsinə istilik miqdarının 0,6 hissəsi, iş görülməyə isə 0,4 hissəsi sərf olunur. İndi iş görmə deyir, təbii ki, cavab nə olacaq? B variantı 0,4. Keçək indi baxaq 9-cu sualımıza. 9-cu sualda nə deyir bizim üçün? Deyir ki, verilmiş kütləli ideal qazın təzyiq həcm qrafiki təsvir edilib, qazın temperaturu necə dəyişir? İndi uşaqlar diqqət edək. Baxırıq ki, deməli 1-dən 2-yə gəldikdə həcm nədir? Sabitdir. Təzyiq necə aparıb özünü? Azalıb, özü də necə azalıb? Neçə dəfə azalıb? 4 dəfə azalıb. Keçək indi eyni qaydada 2-dən 3-ə baxmağa. 2-dən 3-ə baxırıq ki, artıq təzyiq sabitdir. V konstantı, həcm necə dəyişib? V0-dan 4V0-a gəlib. Həcmimiz isə 4 dəfə nə edib? Artıb. İndi məndən soruşduğu nədir? Qazın temperaturu. Uşaqlar, gəlin yazaq. PVT. İdeal qazdır gördüyünüz kimi. Baxın, verilmiş kütləli ideal qaz. İndi hətta PV bərabərdir niyertə də yaza bilərik. Heç bir fərqi yoxdur. Çünki biz dedik, amma qeyd elədik ki, dönə-dönə. Bütün izoproseslərdə maddə miqdarı, universal qaz sabiti, onsuz da sabitdir. Onlar sabit qalır hər daim. Yalnız dəyişən nədir? P-dir, V-dir, T-dir. Biz də ifadəni, tənliyi sadələşdirib PVT mütənasibdir T şəklində qeyd edirik. İndi yazaq. PV bərabərdir niyertə. Buradan temperaturu tapdıqda təbii ki, nə olacaq uşaqlar? PV bölünsün nu R. Nu sabitdir, R sabitdir. Təzyiq neynədir uşaqlar? 4 dəfə azaldı. Təzyiqin 4 dəfə azalması hesabına temperatur 4 dəfə azaldı. Daha sonra həcm neynədir? Həcm 4 dəfə artdı. Həcmin 4 dəfə artması hesabına temperatur 4 dəfə artdı. Bir dəfə 4 dəfə azaldı, bir dəfə 4 dəfə artdı. Ümumilikdə artıq neynəyəcək? Təbii ki, dəyişməz. Çünki 4 dəfə artma sürətdə 4'dür. 4 dəfə azalma məxrəcdə 4'dür. 4/4 də bizə nə verir? 1. 1 nə deməkdir? Dəyişməz. Ona görə cavabımız elə nə olacaq? C variantı. Keçək indi baxaq 10-cu sual uşaqlar. 10-cu sual adiabat prosesdir. Bu bizə orta məktəbdə düşmür.
Baxaq indi 11-ci sualımıza. Nə deyir 11-ci sualda bizə? Deyir ki, diaqramın hansı hissəsi verilmiş kütləli ideal qazın izotermik sıxılmasına uyğundur? Uşaqlar, izotermik prosesdə temperatur, daxili enerji, kinetik enerji, həmçinin orta kvadratik sürət bu kimi kəmiyyətlər nə idi? Sabit idi. Sıxılmadan danışırsa, həcm nə edirdi? Azalırdı. İndi baxaq, daxili enerjinin sabitliyi harda verilib bizim üçün? Diqqət eləyək, bir bu AD hissəsində, bir də bu BC hissəsində. İndi gördüyünüz kimi BC hissəsində verilən oxun istiqaməti ilə həcmin oxun istiqaməti eynidir. Bu artmadır, genişlənmədir. Mənə nə lazım idi? Sıxılma. Yəni AD, çünki verilən oxun istiqaməti ilə həcmin oxun istiqaməti əksdir və bu da nədir? Təbii ki, sıxılmanı ifadə edir. Cavabımız da nə olacaq elə? D-dən A-ya, yəni C variantı. İndi keçək baxaq 12-ci sualımıza. 12-ci sualda uşaqlar yenə adiabat prosesidir. Biz adiabat prosesi orta məktəbdə keçmirik. Baxaq onda 13-cü sualımıza. 13-də nə deyir bizim üçün? Deyir ki, ideal istilik mühərrikinin faydalı iş əmsalı 80%-dir. Soyuducunun temperaturunun qızdırıcının temperaturuna olan nisbətini hesablayın. T2 böl T1 məndən soruşur. İdeal istilik mühərriklərinin faydalı iş əmsalının düz durumunu tez yazaq. T1 çıx T2 bölünsün T1 vurulsun 100%. İndi faydalı iş əmsalını 80% yazaq. 80% bərabərdir. T1 çıx T2 böl T1 vur 100%. Hər tərəfi 100-ə böldükdə 0.8 bərabərdir. T1 çıx T2 bölünsün T1-ə. Buradan tənasübdən sadələşdirək. T1 çıx T2 bərabərdir. 0.8 T1-ə. T2 də təbii ki, nəyə bərabər olacaq elə? 0.2 T1-ə. Məndən nə istəyirdi? Qızdırıcının, deməli, daha doğrusu soyuducunun, qızdırıcının temperaturuna nisbəti. Soyuducu T2-dir, qızdırıcı T1. T2 neçə tapdıq? 0.2 T1. Deməli, 0.2 T1 böl T1. O da bizə nə verəcək elə? 0.2. Cavabımız da nədir? 0.2. İndi baxaq 14-cü suala. 14-cü sualda nə deyir bizim üçün? Su donarkən hansı ifadələr doğrudur? Uşaqlar, biz bilirik ki, donma üçün temperatur nədir? Sabitdir. Donma 0 dərəcədə baş verir. 0-dan başqa temperaturda baş verə bilməz. Ona görə təbii ki, temperatur nədir? Sabitdir. İndi kinetik enerji üçün ifadəmiz YK bərabər idi 2-də 3 KT. K Boltzmann sabit idi 2-də 3 ədəddir. Əgər temperatur dəyişmirsə, kinetik dəyişə bilərmi? Təbii ki, xeyr. Ona görə kinetik də nədir? Deməli, donma zamanı ilə sabitdir, dəyişmir. Keçək daxili enerji. Uşaqlar, daxili enerjinin dəyişməsi istilik miqdarına bərabərdir. Su donması zamanı istilik miqdarına nə edir? Ayırır, özündən ətrafa paylayır. Çünki niyə görə? Su özündə olan qalan bütün temperaturu ətrafa payladı. Həmçinin bizim artıq temperaturumuz get-gedə nə elədi? Azaldı sıfıra kimi. Sıfırda başladı nə eləməyə? Təbii ki, donmağa. İndi özündə olan bütün istiliyi ətrafa payladısa, biz demişdik ki, bu nədir? İstiliyin ayrılması, istilik miqdarının da sıfırdan kiçik qiymət aldığı prosesdə. İndi istilik miqdarı sıfırdan kiçik qiymət alması nə deməkdir? Təbii ki, azalma. Daxili enerji təbii ki, nə edəcək onda? Azalacaq. O da bizə verilib hansı variantda? 4-cüdə. Doğru ifadələrimiz nə oldu? 2, 4, 6. İndi keçək baxaq, deməli, gəlir bizim neçənci sualımız? 15-ci sualımız. 15-ci sualda uşaqlar 3 proses bizə verilib A, B, B, C, C-dir. İndi A-dan B-yə diqqət eləyək. Baxırıq. A-dan B-yə uşaqlar təzyiq də dəyişib, həcm də dəyişib. Bu nə vaxt müşahidə olunurdu? İzotermik prosesdə. Ki, bir digər tərəfdən biz demişdik ki, düz asıllıqda, tərs asıllıqda olmayan kəmiyyət bizim sabitimizdir. P var, V var, olmayan nədir? Makroskopik kəmiyyətlərdən temperatur. Onda deməli, təbii ki, bu nədir? İzotermik proses. Temperatur sabitdir. Həmçinin indi verilən qrafikdə oxun istiqaməti ilə həcmin oxun istiqaməti necədir? Eyni. Onda burada həcm nə edib? Təbii ki, artıb. İndi keçdik BC hissəsinə. BC-də baxıram ki, artıq gördüyünüz kimi ordinata paralel bir düz xət var. Sabitdir. Bəs yaxşı uzansın çəkək. Nə sabitdir? Həcm sabitdir. Daha sonra təzyiq nə edəcək? Təbii ki, biri sabitsə, digəri dəyişir. Təzyiq isə verilən oxla eyni istiqamətdə olduğu üçün artıb. Keçdik indi deməli C-A hissəsinə. C-dən A-ya uşaqlar artıq baxırıq. Uzantı nəyə dəydi? Qrafikimiz nəyə gəlib toxundu? Təzyiqə. Təzyiq artıq sabit olacaq. Həmçinin verilən qrafikin oxun yaxud istiqaməti ilə həcmin oxunun istiqaməti əksdir. Olacaq nə? Həcmin azalması. İndi gəlin uyğunluğumuzu müəyyən edək. Deməli, A-dan B-yə dedik ki, temperatur sabitdir, həcm artır. Həcm artması nədir? Genişlənmə. İndi deyir ki, qaz mənfi iş görür, müsbət iş görür, istilik miqdarı verir, daxili enerjisi artır, azalır. Yaxud dəyişmir daha doğrusu. İndi uşaqlar, biz bilirik ki, genişlənmə proseslərində, qızma proseslərində qazın işi nədir? Müsbət genişlənmə də nədir? Təbii ki, həcmin artması. Onda baxırıq, A-dan B-yə həcm nə etmişdi? Artmışdı. Genişlənmədir. Genişlənmədə qazın işi müsbətdir. Birə gələcək nə? D variantı.
Daha sonra həcm S-dən A-ya azalmışdı. Bu nədir? Sıxılma. Sıxılmada qazın işi nədir? Sıxılma və soyumada mənfi. Onu da deməli gələcək C variantı ilə 3-cüyə S-dən A-ya. Daha sonra daxili enerji dəyişmir. Biz dedik ki, izotermik prosesdə temperatur, daxili enerji, kinetik enerji, orta kvadratik sürət də sabitdir. Temperatur da sabit. Hansı prosesi vermişdi elə bizə? A-dan B-yə. Deməli gəldi 1-ə ilə nə? B variantı. İndi deməli qaldı nə? Qazın daxili enerjisi artır. Qazın daxili enerjisi uşaqlar nə vaxt arta bilər? Temperatur artanda. İndi baxırıq. Həcmin sabit qiymətində təzyiq artırsa, biz dedik ki, gəlin buradan yazıram. P, V, T. Həcmin sabit qiymətində əgər təzyiq artırsa, temperatur da təbii ki, ondan düz asılıdır. Nə edəcək? Artacaq. Biri bərabərliyin sağında, biri solunda. Dedik ki, bunlar necə asılıdır? Təbii ki, düz asılı. Yanakı kəmiyyətlər tərsidir. Onda deməli, təzyiqin artması temperaturun da artması deməkdir. Temperatur artanda daxili enerji nə edəcək? Təbii ki, artacaq. Daxili enerji artır, elə gəldi həmçinin nəyə? B-dən C-yə A variantı. İndi qaldı bir də Y variantı. Qaz istilik miqdarını verir. İstilik miqdarını vermək nə deməkdir uşaqlar? İstilik miqdarını vermək daxili enerjinin azalmasıdır. İstilik miqdarı aldığımız proseslərdə daxili enerji artır. İstilik miqdarı verilən proseslərdə daxili enerji nə edirdi? Azalır. Daxili enerjinin azalanı hardadır? Bilirik ki, A-dan B-yə dəyişmədi. B-dən C-yə dedik ki, daxili enerji artdı. Çünki niyə görə? Temperatur artmışdı təzyiqin sabit qiyməti. İndi gəlin C-dən A-ya baxaq. C-dən A-ya baxırıq. P və T yazırıq. Təzyiqin sabit qiymətində həcm azalırsa, temperaturda nə edəcək? Azalacaq. Temperatur azalırsa, daxili enerjidə nə edəcək? Azalacaq. Dedik ki, daxili enerjinin azalması nədir? İstilik miqdarlarının verilməsi prosesi. Onda deməli elə C-dən A-ya da nə gəldi? Y variantı. Yəni 1-ə B-dir, 2-yə A, 3-ə isə C-yə. Uşaqlar yadınızda saxlayın. Genişlənmə qızma proseslərində qazın işi müsbətdir. Soyuma, həmçinin sıxılma proseslərində qazın işi mənfidir. İzotermik prosesdə daxili enerji dəyişmir. Bir digər tərəfdən daxili enerji azalanda qaz istilik miqdarını verir, daxili enerji artanda qaz istilik miqdarını alır. Çünki qaz istilik miqdarını verəndə özündə olan bütün istiliyi bizim maddəmiz nə edirdi? Ətraf aləmə paylayırdı. İstilik miqdarını aldıqda isə nə edirdi? İstiliyi udurdu. Yəni istilik miqdarının verilməsi temperaturun elə biri yadınızda saxlayın. Azalması da istilik miqdarını almaq temperaturun artmasıdır. Temperatur artırsa daxili enerji artır, temperatur azalırsa daxili enerji nə edəcək? Təbii ki, azalırsa dedim, səhv eləmirəmsə, bəli. Temperatur azalırsa daxili enerji də azalacaq. Yəni bir sözlə daxili enerji ilə temperatur eyni xassəyə malik kəmiyyətlərimizdir. Bu da bizim deməli termodinamikanın sualları ilə bağlı izahlarımız idi.